Peyğəmbər vaxtında Peyğəmbərə iman gətirmiş şəxslər ki var, Əbu Bəkir və Ömər, əvvəldən onlar münafiq idilər, yoxsa şərait onları münafiq elədi? Yəni iman gətirəndən sonra dövrün şəraitləri onları münafiq elədi. Yəni bəzi mənbələrimizdən bu cür əldə olunur. Məsələn Süleyman Qeysin kitabından onlar heç əvvəldən düz aldı başda iman gətirmək. Yəni münafiqlik onların əvvəldən var idi. Bu cür əldə. Bismillahirrahmanirrahim. Əziz həmvətənlər, keçən dəfə sizə ümumilli liderimiz Heydər Əliyevin dahi şairimiz Zəlimxan Yaquba tövsiyəsi ilə bu Peyğəmbər əsərini yazmasını məsləhət görmüşdü və həmin bu kitabdan ilk misraları sizə oxumaq istəyirdim. Kitabda deyilir, mərhəmətli, rəhimli Allahın adı ilə. Sənə salamlar olsun, ya Məhəmməd Mustafa. İşıqlı dünyamıza, işıq tək gəlişinə, Məkkədə əyilən işinə, Bədirdə sındırılan dişinə, döyüşdə çapılan üzünə, Uhudda yaşaran gözünə, zərbədən qanayan sifətinə, sonu aydınlıq olan çətinə, ən gərgin anında da, ölümün yanında da, haçalanmaq bilməyən böyük həqiqətinə bizdən salamlar olsun, ya Məhəmməd Mustafa. Həmişə ayıq-sayıq, həmişə sənə layiq, siddiqlər sırasında, sənə dost, sənə sadiq, səni candan çox sevən, orduna, əskərinə, o alayın gücünə, səsinə, səngərinə, o igidin dağları titrədən ləngərinə, basılmaz qeyrətinə, tükənməz təpərinə, uca bismillahına, Allahu Əkbərinə, bizdən salamlar olsun, ya Məhəmməd Mustafa. Baxın, əziz izləyicilər, dahi şairimiz Zəlimxan Yaqub Siddiq mövzusuna toxunan zaman kitabın sonunda yazır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Həzrət Əbu Bəkri Siddiq doğru danışan adlandırırdı. Baxın, əziz həmvətənlər, dahi şairimiz Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və səlləm Peyğəmbərliyindən öncə və sonra həmişə malı və canı ilə onun müdafiəsində olan əziz dostu Əbu Bəkr haqqında görün nə söylədi. Hətta bu xəlifəyə tənə edənlər, böhtan atanlar, heç olmasa öz kitablarını oxuyub görsünlər ki, mübarək Əhl-i-Beyt imamları bu xəlifə haqda nə deyirlər. Allahın izni ilə bir gün bu məsələyə daha geniş toxunacağam. Necə ki, biz müsəlmanlar mübarək Əhl-i-Beyti sevirik, onlara ehtiram bəsləyirik, eləcə də digər müsəlmanlar da Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabəsinə Quranın təriflədiyi o kəslərə hörmət bəsləməli və onları hətta sevməsələr belə onlar haqda şər böhtan danışaraq onları söyüb təhqir etməməlidir. Məni Azərbaycanda hər yerə dəvət eləsələr gedirəm. Orada Əhl-i-Beyt var. Ancaq desələr ki, orada başqa cürə çıxmasın, Əbu Bəkr təbliğ olunacaq, mən o məclisə girməliyəm. Arzu edirəm ki, hər iki tərəf digər tərəfin müqəddəslərinə hörmətlə yanaşmalı və bunun əksini edərək müsəlmanları parçalayanlar isə məsuliyyətə cəlb olunmalıdırlar. Əziz həmvətənlər, gəlin qarşılıqlı olaraq bir-birimizin sevdiyi Əhl-i-Beytə və sahabəyə qarşı ehtiramla yanaşalım. Hazreti Ömer'in adını duyduğu zaman isyan edenlere sesleniyorum. Öz eleştiri yapacağız dedim ya. Bak bizim böyle bir derdimiz yok. Benim büyük kayınbiraderimin adı Hüseyin'dir. Onun bir ufağının adı Hasan'dır. Daha ufağının adı Ali'dir. Benim torunumun bir tanesinin adı Ali Tahir'dir. Bizim böyle bir derdimiz yok. Ama ben şimdi Şia'nın bir kısım mensuplarına sesleniyorum. Siz niçin Ömer adını duyduğunuz zaman rahatsız oluyorsunuz? Ömer bizim değil mi? Ali bizim değil mi? Hasan, Hüseyin bunlar bizim değil mi? Hepsi bizim. Hepsi bizim. Hazreti Hüseyin'in katledilmesinden fırkalar üretmek, bu fırkaların birbirinin kanının dökülmesine seyirci kalmak, onun aziz ruhuna çok büyük saygısızlıktır. Burada çok açık ifade ediyorum. Yezid'in safında durmak, yeni Yezidler olmaya çalışmak, Kur'an ve sünnetin ruhuyla
asla ve asla bağdaşmaz. Aynı şekilde Hüseyin'in safında gibi durup Yezidçe hareket etmek de Kur'an'ın ve Ehl-i Beyt'in ruhuyla asla ve asla bağdaşmaz. Kur'an bize emrediyor. Allah'ın ipine hepiniz sımsıkı sarılın, dağılıp ayrılmayın. Bu emir ortadayken Allah'ın ipini bırakıp mezhep taassubu içinde kardeş kanı akıtmanın bu aziz dinle, bu aziz Kur'an'la uzaktan yakından bağlantısı olamaz. İran televiziyasının birinci kanalında Müslümanların birinci xəlifəsi Əbu Bəkirin təhqir olunması ölkədə yaşayan sünni məzhəbli müsəlmanların etirazı ilə qarşılaşıb. Kult xəbər verir ki, bu barədə Bəluç fəallarının kampaniyası məlumat yayıb. Məlumata görə Əbu Bəkir aprelin 23-ü axşam saatlarında Simayə Xanavadə adlı verilişdə təhqir olunub. Onun İslam dünyasına mənsubluğu şübhə altına alınıb. Bundan sonra sünni məzhəbli dini xadimlər sosial media platformalarında paylaşım edərək dövlət televiziyasını müsəlmanlar arasında nifaq salmaqda günahlandırıblar. Etiraz paylaşımları və bəyanatların artmasından sonra dövlət televiziyası bəyanat yayaraq hadisəni bağışlanmaz və şübhəli adlandırıb. Sünnilərdən üzr istəyib və televiziyanın bölmə rəisi və aparıcısının işdən çıxarıldığını elan edib. Dövlət televiziyası bununla yanaşı verilişin bütün platformalardan silindiyini, verilişin hazırlanması və yayımlanmasında əməyi olan daha 8 nəfərin məhkəməyə verildiyini və barələrində cinayət işi açıldığını bildirib.